Hər birinizi xoş gördüm. Yeni vloqumla sizləri salamlayıram. Mən vloqlarımı bəyənib yorum yazan bütün xanımlarıma təşəkkür eləyirəm. Kanalıma hələ də abunə deyilsinizsə, abunə olub bildirişləri açmağı unutmayın. 10 dəqiqə oturun və rahat-rahat izləyin. Bugün hara hazırlaşıram? Şirkətimizin böyük tədbiri var. İl ərzində yalnız bir böyük belə tədbirimiz olur. Və mən vaxtında o səhnələrdə, o rütbələrdə təbrik olunmuşdum. Amma bugün il ərzində yeni açıq və təsdiqlənmiş rütbələrin təbriki olunacaq. Həmin rütbələrin arasında da mənim şəbəkəmin 18 nəfər yüksək rütbəsinin təbriki olunacaq. Mən də qürur hissi ilə onları izləyəcəm. Evdə bəzənmədim, salonda bəzəndim. Sadəcə saçlarımı evdə yudum. Bir çox qızlarımız yorumlarda qeyd edir, istifadə etdiyiniz məhsullardan məsləhət verin. Bugün mən sizlərə qulluq vasitələrini tövsiyə edirəm. Salon Kare seriyasının saç maskası, balzam, şampun və spreyin istifadə edirəm. Nəyə görə? Saçları dərindən bərpa eləyir, qidalandırır, daha möhkəm edir, daha uzadır və ən əsas da saçları yumşaq və parlaq edir. Həm də ki, keratinli saçlar üçün də nəzərdə tutulmuş bir seriyadır və onu da qeyd edeyim ki, saçları daha rahat düzləşdirməsini asanlaşdıran bir seriyadır. Çox yumşaq, belə deyim ki, sizə gözəl edən bir seriyadır. Hər birinizə tövsiyə edirəm. Ümumiyyətlə mən hər hansı bir nəyisə tövsiyə eləyəndə ilk istifadə eləyirəm, sonra insanlara tövsiyə edə bilirəm. Yalandan nəyisə, haranısa tövsiyə edə bilmirəm. Misal üçün mənə çoxları soruşur, çox xanımlara gül mağazalarını tövsiyə eləyirəm, salonları tövsiyə eləyirəm və hər biri də razı qalaraq mənə hər zaman təşəkkür eləyir. Ona görə də bugün məsləhət verdiyim məhsulları da sizlərə tövsiyə eləyirəm ki, istifadə eləyin. Amma istifadə etdikdən sonra əgər sizin yəni ki, xoşunuza gəldi, gəlmədi, mütləq mənim vloqlarımın altında qeyd edin. Təbibə getməyimə hələ vaxt var. Ona görə də bir-iki işimi həll edəcəm çöldə. Ümumiyyətlə soyuq havalarda mən üzlərimi dərindən nəmləndirirəm, qidalandırıram. Çünki üzlərim çox allergik və həssasdır. Mən də bu tərəfdən əziyyət çəkirəm üzlərimdən. Dərimi nəmləndirici toniklə silib zimak kremi istifadə edəcəm. Üzlərimi həm soyuqdan qoruyacaq, həm də nəmləndirəcək tərkibində, çünki şi yağı var. Və buradan tövsiyə edirəm. Mən ümumiyyətlə 30 yaşından sonra üzlərimə qulluq eləmişəm. Xanımları tövsiyə eləyərdim ki, artıq sizin 15-16 yaşınız varsa, üzləri tipinizə uyğun qulluq edəsiniz. Yəni öz yaşınıza uyğun. Yəni ki, misal üçün ola bilər yağlı dəri, ola bilər quru dəri, ola bilər normal dəri. Hər dəri tipinə uyğun ən azından üzlərinizə istər tonik, istər makyaj silən misillər su, istərsə də ki, nəmləndirici kremlərdən istifadə eləyin. Qeyd etmək istəyirəm ki, ümumiyyətlə xanımlarımız, gənc qızlarımız mən çox izləyirəm. Həddindən artıq daha tez makyaj vasitələrindən istifadə edir. Onu maksimum şəkildə azaldın, daha çox qulluğa üstünlük verin. Çünki özüm yəni ki, vaxtında düzdür çox makyaj istifadə eləməmişəm. Bizim o vasitələrimiz olmayıb, amma indi həddindən artıq çox ucuz məhsullar var. Qızlar da hər nə gördüsə, tem olsun, adicə satış mağazaları olsun, alıb istifadə edirlər, amma onlar sizin üzlərinizə ciddi ziyan vuracaqlar. Biraz yaş gedəndən sonra hiss eləyəcəksiniz ki, sizin dərinizdə nə qədər problemlər olub. Ən çox qulluq edin üzünüzə. Qəşəng ki, makyajla yatmayın, makyajı axşam silin, təmizləyin, üzlərinizə uyğun təmizləyib, tonik istifadə edib, yəni qəşəng krem istifadə edib yatın ki, üzlərinizə zərər vurmasın. Maksimum deyim sizə makyajdan uzaq durun. Onsuz da 15, 16, 18, 20 yaşda qızlar gənc və gözəldilər. Öz gözəlliyinizi qoruyub saxlayın. Mən bunu tövsiyə eləyərdim. Əlimdə olan istifadə etdiyim məhsulları belə də sizlərə göstərim. Əgər də siz belə keyfiyyətli məhsullar almaq istəyirsinizsə və yaxud qeydətdən keçib öz kabinetinizdən sifariş eləşdirib endirimlə əldə etmək istəyirsə, aşağıda nömrə yerləşdirəcəm, həmin nömrəyə yaza bilərsiniz. Bu hər zaman qara don çox geymişəm. Bu dəfə tam fərqli bardov rəngində aldım və ona aksesuarlar da tam fərqli seçdim. Çox bəyəndim sırğalarla boyunbağını. Amma düşünürəm ki, iri bir boyunbağı taxım yoxsa bunu indi baxacağam geyinəndən sonra. Müəyyən bir saatda oyanmışam, amma buna baxmayaraq mənim yuxum keçmir. Ona görə də mən də kofe dəmləyib içirəm hər zaman. Çünki əgər mən kofe içməsəm, mənim yuxum keçmir. Gecə yatıram, çox yorğun oluram. Ona görə də hər zaman özümü kofe ilə ayıldıram. Kofeni içəcəm, qızlar. Bayırda hava qəşəngdir. Yavaş-yavaş gedəcəm. Nərmanovda, telefon mağazalarında telefonla əlimdə çəkmək qeyri-mümkün olacaq. Tədbir böyükdür. Ona görə telefon qoyan alacağam. Düzdür, məndə var idi. Özdə ki, bir dənə yox, bir neçə dənə alırıq, gətiririk, bir ay, 2 ay, 3 ay istifadə edəndən sonra artıq yəni buradan oraya daşıyırıq, oradan buraya daşıyırıq.
O da ki, gah ayağı sınır, gah özü ortadan sınır. Təsəvvür ki, ad günümə 110 manata tripod almışdı yoldaşım və onun başlığı o qədər böyük idi ki, ayaqlar ona dözmədi. Bu, yəni ki, bunu istehsal edən bilmir ki, bu başlıq buna dözməyəcək. Onu da təmir edə bilməmişəm. Belə yavaş-yavaş düşdüm yola. Görüm nə tapıram qızlar. Ancaq tapacam. Yəni necə də olsa bir neçə dəfə getmişəm, istədiyim olmayıb. Yəni mən öncədən artıq növbəti tədbir olana kimi hazırlıqlar görürəm. Ancaq axtardım və tapdım. Əsas odur ki, istədiyimi aldım. İndi artıq təbii ki, hazırlaşa bilərəm. Amma deyim ki, sizə bayaq şikayətləndim, amma bu çox keyfiyyətli bir məhsula oxşayır. Həm təlimlər keçirəm, mənə çox lazım olur. Əsas odur, istədiyimi aldım və bu klacı mənə şirkətimizin müdiri Irina Salikovna təsdiqlənmiş brilliant rütbəsində hədiyyə eləmişdi. Hələ heç bir dəfə də götürməmişəm. Çünki abartılı elə bir geyimim olmayıb. Onu götürmək istəyirdim, uyğun olmadı və balaca sumkamı düzdür bir neçə dəfə götürmüşəm. Yenə onu götürəcəm çünki onu çox bəyənirəm. Həm balacadır, həm gözəldir, görünüşü də çox əla. Bardoviyada tam yaraşır. Ağ ayaqqabı ilə ağ sumka. Yavaş-yavaş düşdüyüm yola Emanın salonuna getdim. Çünki mən hər zaman bu salonu seçirəm. Salon ustaları artıq mənim saçımın, makyajın dilini bilir. İnşallah hər biriniz bəyənərsiniz. Başladıq hazırlaşmağa. Bugün saçımı tam olaraq yığmayacağam. Yarı yığım, yarı açıq. Həm də ki biraz da buruq eləyəcəm. Artıq mən hazırlaşdım və yavaş-yavaş yəni gedirəm, düşürəm yola. Əminəm ki, siz də bəyənərsiniz. Paltarda tam tamamlayacaq makyajdan saçımı. Biz artıq yola düşdük böyük bir kütlə ilə. Bizim baş direktorlarımız, bizim direktorlarımız məndəndir və deyim ki, sizə çox maraqlı bir yolçuluq olacaq. Çünki əvvəl tək gedirdim. İndi amma görürsüz yanımda artıq yüksək rütbəli liderlərim var və onlarla da artıq işimiz haqqında hətta yolda danışıram. Çünki bizim ən çox birləşəndə söhbətimiz elə işimizdən olur. Biz artıq yavaş-yavaş çatdıq Niyalitə. Çox gözəl bir yerdə, çox dəbdəbəli bir yerdə tədbirimiz olacaq. İnanın ki, bura giriş edəndə insanda tam başqa bir hisslər yaranır. İnkişaf, yenə də inkişaf. Həqiqətən də bizim işimiz çox gözəldir. Həm burada çalışırsan, həm burada gözəl xanımları tanıyırsan, həm gözəl tədbirlərdə, səyahətlərdə iştirak edirsən, həm də ki, deyim ki, sizə o qeybət edən, düşüncələri zəif insanlardan uzaq olursan. Belə qızlar məni bəyəndisə, fikirlərinizi yorumda yazın. Mən çox bəyəndim bu geyimimi. Demək olar heç düşünmürdüm ki, belə bir rəng mənə bu qədər yaraşar. Özümü çox sevdim bu arada. Qızlar da çox bəyəndilər. Biz artıq daxil olduq saat 6 tamamda içəri zala. Qarabağ, Azərbaycan. Artıq biz öz yerlərimizdə oturduq. Zaman var idi bir Evdar xanım kimi uğurlu insanları, başqa şirkətin belə bir tədbirlərini izləyirdim Instagram səhifələri üzərindən. İndi artıq özüm top lider kimi ilk sıralarda oturmuşam. Bizim tədbirimizin açılışını şirkətimizin müdiri Irina Salikovna artıq açılış elan eləyəcək, rəsmi açılış. Bu səhnədə o ilk növbədə çıxış eləyəndə hər zaman öz rütbələrin bir anda gözümün önündən gedir. Çətinlik çəkdiyim zamanlar, əziyyət çəkdiyim vaxtlar, o rütbələrdə bu səhnələrə ilk addım atdığım vaxtlar, yəni həqiqətən də mənə böyük motivasiya verir. Deyirəm ki, sushi nə qədər moda düşübsə, artıq bizə də belə yerlərdə xidmət göstərir. Bizim sushilərimizlə şirkətimizin rəhbərliyi çox gözəldir həqiqətən də. Sadəcə bu ləziz tamlardan dadmaq bizə qalır. Əslində belə yerlərdə insan heç o yeməyi istəmir. Yəni o qədər sevinclə özümüzü xoşbəxt hiss edirik ki, acılığımızı belə unuduruq, amma xeyir fərqli şeylərdən mütləq dadmaq lazımdır. Ona görə hər bizə tövsiyə edirəm ki, mütləq başlayın qızlar və bax bu gözəl xanımların ortamında olun. Özünüzü çox xoşbəxt hiss eləyəcəksiniz. Özdə ilk tək gedəndə biraz sıxılırsan, amma böyük komandanla gedəndə o qızların o sevincləri, oynamaqları görəndə artıq adam özünü daha çox xoşbəxt hiss edir. Maşallah liderlərimizə hər biri bir-birindən gözəl və işıq saçır. Bəli, rütbələrin təbrikləri olundu, sizi çox yormayım və deyib, güldük, əyləndik və təbii ki, belə bir şəkildə də tədbirimizi artıq gözəl hisslərlə yekunlaşdırdıq. Biz yavaş-yavaş geri qaydırıq.